Amazing. Heyrətamizdir, gözəldir. Let's put up on the screen Gəlin ekrana verse Luke Lukanın müjdəsindən 12-ci fəsil 32-ci bəndi yerləşdirək. the little flock. Kiçik sürü. And this week we have Bu been həftə speaking about biz missions. missiyalar haqqında danışırıq. And Pastor Matti's been sharing. Pastor and Matti been very bölüşüb, good. So we have a çox verse yaxşıdır. here Bəndə baxaq. in Luke 12, Luka 12-ci fəsil verse 32. 32-ci Fear bənddə not, deyilir. little Qorxma flock. ey kiçik sürü. So I want you to think of that İstərdim bu phrase, ifadəni little düşünəsiz. flock. Kiçik sürü As ifadəsi. Jesus is saying İsa that burada this deyir, group of disciples, bu sözləri bir qrup there şagirdə, are 12 of them, 12 nəfər and idilər actually şagirdlər, 11 that əslində had the 11-i calling, Allahdan dəvətə 11 malik of them, idilər. and 11 he şagird calls them və İsa a little flock. onları kiçik sürü And adlandırır. in mission work, I Missiya like to işində think of xoşuma that gəlir bunu belə düşünün. because, the work of Çünki God Tanrının is that işi way. bu It's cürdür. he Tanrının has this very small beginning. İşində It's like çox a balaca seed, bir başlanğıc the var, kingdom of God. bir toxum In kimi. Mark chapter 4, Markın müjdəsi 4-cü fəsildə seed, deyilir ki, the most səmavi padşahlıq insignificant of balaca all toxum kimidir. herbal seeds, Bütün toxumlar the arasında fig, the, ən kiçiyidir. fig bir- tree, the seed, Yəni, seed of, xırda bir toxum. Am I right on that? A sycamine tree. Yəni ola bilər xardal toxum. Yəni elə bir toxumlar arasında toxumdur ki, çox kiçikdir, Or herbal amma tree, böyüyəndə but the seed is very small. böyük bir ağaca çevrilir. And so I Amma like to başlanğıcda think toxum about our kiçikdir. lives like that. İstərdim həyatımız barədə bu cür That we düşünək. are- there are many Ki things çoxlu about our life şeylər that var are very həyatımız small, barədə desək, Yeah. onlar çox kiçikdir. but they grow. Amma sonra onlar böyüyür. There are things that Elə şeylər are, var seemingly ki, very onlar insignificant. I belə think coming baxanda here çox tonight, əhəmiyyətsiz bir şey kimi I görünür. think of it as a Misal üçün, small thing hələ bu in a vəzə way. qulaq asmağınız It bəlkə is. kiçik bir şey kimi görünür. But Bir these tərəfdən bəli, small kiçik bir things, şeydir. when they are coming Amma from kiçik bir God, şey Tanrıdan have gələndə great value. onların böyük dəyəri var. And they end up, well, we saw many Və birthday biz greetings on the Bu günləri just now, that eşitdik, video, çoxlu beautiful, and, ad günü of təbrikləri course, mənim one ünvanıma part of it is və nothing to do with us, əslində bunun bizimlə heç bir but it has to əlaqəsi do yoxdur. with the seed. Amma toxumla əlaqəsi var ki, o It insanlar comes from God. minnətdarlığını bildirir. God Bu would Tanrıdan put gəlir. In our Tanrı hearts, ürəyimizə Christ- Məsihi yerləşdirib Christ would be born ki, in Məsih us, bizdə doğulsun and then we live in və faith, biz imanla yaşayırıq. and then the seed Daha sonra grows, bu toxum and bizə əkilən we have toxum something böyüyür that is və amazing. heyrətamiz So bir that's mənzərəni what we görürük. wanna speak Bu about barədə a few minutes tonight. bu Look gün at bir neçə dəqiqə ərzində Luke danışmaq 12, istəyərdik. 32. Bir daha baxaq, Fear Luka not, 12:32. Burada little deyilir: flock, Qorxma ey kiçik sürü, it's your Father's çünki good pleasure atanız to give padşahlığı you, sizə verməyi münasib gördü. meaning Yəni, God loves you so much. Tanrı sizi o qədər sevir ki, God is for you o sizin so tərəfinizdədir. much. God has forgiven you Allah sizi bağışlayıb, so much. çox bağışlayıb. God has favored you. Allah God has sizə öz given you iltifatını the verib. kingdom. O sizə öz And we padşahlığını have verir. not yet seen Və what biz that hələ də is, bunun but we are tam şəkildə looking nə for it. olduğunu bilmirik, amma biz Anticipating. gözləyirik, intizarla gözləyirik o But until məqamı. we see Amma really onu what tam it şəkildə is, görməyənə we qədər are living here biz by burada faith yer and üzündə looking imanla through a yaşayırıq glass, və or looking into a mirror güzgüdə darkly. baxar kimi baxırıq. We can't see Dumanlı too well, güzgüdə baxar kimi baxırıq. read the prophets, Yaxşı görmürük, anticipate amma peyğəmbərləri the oxuyuruq kingdom coming və on the earth. yer One üzünə day səmavi padşahlığın it comes in gələcəyini the gözləyirik. clouds with Bulud who? üzərində o gələcək. With us. Kiminlə? Bizimlə birlikdə Where o we padşahlıq riding? gələcək. Və biz White nəyin horses. üzərində olacaq? Ağ atlar üzərində just olacaq. think about it. Düşünün I love ki, biz that. Məsihlə bərabər White göylərdən horses, white at, animals like ağ that, atlar because üzərində gələcək. God Nəyə görə made o them. heyvanlar? And Çünki there's Tanrı going onları to be a yaradıb link və between əlaqə heaven olacaq. and the earth Səmalarla and we're coming yer back arasında əlaqə olacaq on white və biz horses. ağ atlar üzərində And süvari we're olaraq coming in the air, aşağı yerə coming enəcəyik. from heaven. Biz And his kingdom is göylərdən coming gələcəyik on və the padşahlıq, earth. səmavi padşahlıq And it's the Father's gələcək yer üzünə. good pleasure Və İsa burada to deyir, give you this kingdom atanız münasib gördü of ki, padşahlığı sizə versin. of truth, Salihlik in the padşahlığı, name, həqiqət padşahlığı and it'll come ki, on the daxili outside. varlığımızda
indi yerləşir, sonra üzər çıxacaq, görünəcək. İndi isə o daxilən içimizdədir, bizim sözlərimizdədir Allahın padşahlığı, ürəyimizdə və hərəkətlərimizdədir. Bir növ zahirən bu görünmür, amma digər tərəfdən ola bilsin ki, bu padşahlıq heç görünmür də, çox kiçik bir şey kimidir. Kiçik sürü kiçikdir. Missiya işi də bu cürdür. Missiya işi kiçik sürü kimidir. Kiçik qrup adamlardır. Və biz bu həftə boyunca eşitdik ki, Ərəbistan yarımadasında bu kiçik toxum əkilir və gözləyirik görək ki, İranda nə baş verəcək, Yaxın Şərqdə nə baş verəcək, Orta Asiyada nələr baş verir. Bu heyrətamizdir. İllər boyunca, amma bu kiçik sürüdür. Kiçik qrup adamlardır. Amma çox qüdrətli bir şey var onlar haqqında. Tanrıdan gələn bir şey var onlar haqqında düşünəndə. Və istərdim bir hekayəni sizinlə bölüşüm və bu həmin o mövzuya toxunur. Bizə də şəxsi adiyyəti var. Bu da 1-ci Padşahlar kitabındadır. 1-ci Padşahlar 19-cu fəsli aşağı zəhmət olmasa. Burada İlyas göylərdən alova çağırır 18-ci bənddə və indi o emosional olaraq çox narahatdır. Yaqub 5-ci fəsildə də bunu oxuyuruq. Yaqub 5-ci fəsil 17-ci bənd. Burada deyilir ki, İlyas təbiətcə bizim kimi bir adam idi. Yəni, bunu oxumaq istəyirəm ki, İlyas təbiətcə bizim kimi bir adam idi. Yəni, fərqi yox idi. Biz deyə bilərik ki, İlyas emosional bir adam idi. Hələ bizim kimi emosional bir adam. Və İlyas dilxor olmuşdu. Bizim kimi dilxor ola bilən bir adam idi. Və ola bilsin ki, hər birinizin hekayəsi ola bilər. Ki, necə siz uşaqlarınızı böyüdürsünüz və emosional olursunuz, duyğulanırsınız və dilxor olursunuz. Yadımdadır, uşaqlarımdan biri körpə idi, əlimə qaldırdım onu və nəsə məni dilxor etmişdi və qalxdım, deməli, yatağa və yatağın bir hissəsi əyildi və əlimdə də körpə ki, yıxılıram, uşağı da əlimdə saxlamışam və çox ağır bir vəziyyətdən keçdim. Olur ki, bizim şəxsi həyatımızda bu cür hekayələr var ki, kimsə zəng elədi və o zəng bizim həyatımızı dəyişdi, dünyamızı başayaq etdi. Vaxtlar olub ki, kilsədə dilxor olmuşuq, bacı və qardaşla münasibətdə məyus olmuşuq. Biz də İlyas kimi, yəni eyni emosiyalara, vəziyyətlərə malik olan adamlarıq. Və bu yaxşı bir şeydir. Və Tanrı bizi başa düşür. Tanrı baxır bizə, uşaq kimi bizə yazıq gəlir və bilir ki, biz torpaqdan yaradılmışıq. İlyasın da həyatında böyük bir hadisə baş verdi. Göylərdən alov gəldi qurbangaha və Vaalın kultunu dağıtdı və İsrailə oyanış gətirdi. Və indi İlyas öz canını qurtarmaq üçün Yezebeldən, Ahavın arvadından qorxaraq qaçır. Və bu da Padşahlar, 1-ci Padşahlar kitabı 19-cu fəsildədir. 1-ci Padşahlar 4-cü bənddən oxuyaq. Burada yazılıb, özü çöldə bir günlük yol getdi, gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüb diləyib dedi ki, bəsdir ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm. 1-ci Padşahlar 19:4. İlyas bunu deyir ki, vəssalam, kitabım bağlandı. Kimsə özünü bu hekayədə görürmü? Ki, mən çox məyusam, çox böyük depressiyaya düşmüşəm, ölmək istəyirəm. Mən çox məyusam, çox böyük depresiyadayam, çox qəzəbliyəm, çox həvslənirəm, sadəcə ölmək istəyirəm. Və budur, İlyas bu sözləri deyir. Və biz də yəni, eyni cür adamlarıq. Bizim də başımıza bu cür gələ bilər. Yunis'in başına gəlib bu, inanıram Musa'nın başına gəlmişdir bu dilxorluq. Məncə Yeşuanın da başına gəlmişdir bu hekayə. Və indi burada İlyas
Allahın I think kişisi. there's not a woman in the Məncə, Bible that Bibliyada did heç that. qadın yoxdur ki, belə bir vəziyyətə düşsün, dilxor olsun və məyus olsun, hə? But these guys Amma did. bax, bu kişilər olmuşdu dilxor. Chapter 19, 19-cu fəsil, 5. And as he 1-ci lay Padşahlar sleep kitabında, and slept 5-ci under a bənd. juniper Bir o tree süpürgə ağacının then an angel altında touched uzanıb him yuxuya and getdi. said unto him, Bu zaman "Arise bir and mələk ona toxunub dedi, qalx, go yemək out ye. and have a hamburger." Sadəcə qalx, get bir Just go out hamburger ye, and sandviç ye eat something. Nəsə Just have ye. a bowl of ice cream ki, before bir going dondurma to özün bed. üçün ye. Arise and eat. Ayağa And he qalx və looked, ye. and behold, there was a İlyas cake baxıb gördü ki, baking on the başının coal, kənarında and isti a daş cruse of üzərində water, bişən and bir a kökə sad və meat bir to eat and bardaq drink. su var. And he slept, O yeyib içdi lay və down yenə yuxuya again. getdi. The angel of the Lord 7-ci came bənd. again the second Rəbbin time mələyi and ikinci said, dəfə qayıtdı və ona toxunub dedi, qalx, yemək ye, çünki çox uzun yol gedəcəksən. He arose and İlyas he did qalxdı eat and və drink yeyib and went içdi. in the strength of Yeməyin that gücü and ilə 40 40 gün, days, 40 gecə 40 nights Allahın unto dağı Horeb, Xorevə the qədər mount of getdi. God, that's Mount Sinai. Və bu Sina dağında olan Remember Xorev when dağıdır. Moses was at Yadınızdadır, Mount Musa Sinai and he Sina said dağında to olanda God, "I Tanrıya want to dedi see your ki, ay Allah, glory." sənin ehtişamlı And the görmək Lord istəyirəm. said, "You cannot see Rəbb də my dedi ki, face sən and mənim live." üzümü görüb But he yaşaya passed bilməzsən. by, but he put Amma Moses in the yan cleft of the keçdi, rock. Musanı isə And the Bible teachers say mağaranın that this is arasında where qoydu Elijah went, və to the müqəddəs cleft kitab of the deyir ki, rock, İlyas da ora the same getmişdi. place where Həmin o Moses was. qayanın sıldırımına, arasına, hardakı Musa vaxtilə durmuşdu. Və maraqlıdır ki, bəlkə İlyasın ağlında o Allahı axtarır And he went to the və wilderness, gedir and I çöllüyə believe it's about a və inanıram 200-mile ki, journey bu hardasa where he 200 went. He mil just səyahət went and edir, went yəni and təxminən went. 400 kilometr və And, gedirdi və and he gedirdi, was gedirdi running away from və Jezebel. Yezəveldən qaçaraq And he gedirdi. came unto the Və cave, gəlir verse 9, and 9-cu lodged bənddə there, and deyir, behold, the word of oradakı the Lord mağaraya came to girdi him. İlyas And he said və unto burada him, "What gecələdi. doest thou here, Ona Elisha?" The word İlyas, of burada God nə came edirsən to him. deyə Rəbbin sözü nazil "What oldu. doest thou here, 10-cu bənd. Elijah?" O dedi, mən ordular That's one of Allahı the Rəbb things üçün we çox want to make fədakarlıq note of. göstərdim. Və And bəlkə that bu is bizim the üçün word vacibdir of the bilək Lord ki, will Rəbbin come to sözü you. gələcək sənə. The word of the Eşidirsən? Lord, God is Tanrının not sözü. done. Tanrı It's his good kitabı pleasure bağlamayıb. Onun üçün bu münasibdir. Kiçik sürü give you the ki, kingdom. sizə padşahlığı versin. The Oxuduq bunu Lukada. silence will be speaking. Sakitlik danışacaq. The manifestation Sükut of danışacaq. God will Tanrının happen. bəyanatı baş verəcək. But we do have to be Amma biz like alert of the aware Xəbərdar of the olmalıyıq, fact that I agah need olmalıyıq to go ki, mən somewhere. harasa getməli olacağam. I need to avail Mən myself. I just özümü want to be he wants Sakitliyə to də die. yerləşdirməliyəm. But İlyas there's ölmək also istəyir, canına something ölüm in the arzulayır. story Amma bu where we see hekayədə the eləcə də guidance görürük of ki, God Tanrı onu and yönəldir the message of və God. Tanrının And he sözü said, var "What İlyasa are you və deyir doing ki, here, sən nə edirsən burada, ay İlyas? Elijah?" And he said, O verse da 10, 10-cu bənddə "I've been very İlyas jealous dedi, of mən the Lord God ordular Allahı Rəbb for üçün his çox children fədakarlıq Israel göstərdim, çünki have forsaken İsrail övladları sənin əhdini unutdular. Qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən tək qalmışam. Onlar canımı almaq üçün məni də axtarırlar, deyir. İlyas özünü çox tənha hiss edir burada. İlyas düşünür ki, o bir dənə tək o qalıb. Düşünür ki, onun işi, zəhməti boşa gedib. Hiss edir sanki heç kim onu dəstəkləmir. Yəqin ki, İlyas İsa Məsihin Getsemani bağında hiss etdiyini hiss etdi. Nə vaxt ki, bütün şagirdlər onu tərk etmişdi. İsa yəqin ki, eyni qayda ilə imtihana çəkilmişdi İlyas kimi. Və o deyir ki, bu emosional bir adamdır, real bir şeydir ki, başına gəlib və budur İlyasın düşüncəsi. Amma Tanrı atamızdır. Tanrı bizə danışır və onun bizim üçün musiqisi var. Onun bizim üçün lütfü var. Onun bizim üçün toplantısı var. Tanrının bizim üçün sükutu var. Tanrının bizim üçün onunla təkbətək vaxtımız var. İlyas burada təkdir. Amma Tanrı tək olan insana danışır burada. İlyas depressiyadadır. O təkdir. Amma Tanrı onunla danışır. Və Tanrı İlyasa kömək edəcək. Çünki Tanrı təsəlli verici göndərib. O heç vaxt bizi tərk etməyəcək, heç vaxt bizi buraxmayacaq. Tanrı hər zaman bizi axtaracaq, hər zaman bizi tanıyacaq
bizi tapacaq, hər zaman bizə xidmət edəcək. O bizim atamızdır. Və o bizi emosional uşaq, körpə kimi buraxmaq istəmir. O bizi tərbiyələndirmək istəyir ki, biz yetkin, böyük adamlar olaq. Bu yaxşı fikirdir. O bizi emosional uşaq vəziyyətində qoyub saxlamaq istəmir. Bir kitab var burada yanımda. Əslində bu kitabın bir fəsli deyir ki, mümkün deyil ruhani olaraq yetkin olasan və eyni zamanda emosional olaraq qeyri-yetkin qalasan. Yəni, emosional olaraq qeyri-yetkin qalıb burada İlyas. O, öz-özünə yazıqlığı gəlir və bütün o hisslər ki, hər birimizə baş çəkə bilir. Amma biz necə bunu emal edirik içimizdə? Necə biz böyüyürük? Necə biz öyrənirik ki, tənhalıqdan keçək, bizi incidəndə kimsə ondan keçək, depressiyadan keçək, qorxudan və narahatçılıqdan keçək. Bizim dünyamız bütün bunlarla doludur. Narahatçılıq, qorxu və həyəcan və bəlalar. Dünyamız bununla doludur. Amma siz və mən belə ola bilmərik. Siz və mən öyrənməliyik ki, kiçik sürü, bir adam, ey İlyas, kiçik sürü, o sürü deyil, o qoyundur sürün içində, o tekdir. Amma bu atanın iltifatıdır, ona münasibdir ki, bizi xilas etsin və bizi ruhlandırsın ki, biz böyüyədir. O, mən səninləyəm, sənin tərəfindəyəm, səni sevirəm, Tanrı bizə deyir. Özünü zəif hissedəndə, Tanrı deyir, mən güclüyəm. Özü ağılsız və axmaq hissedəndə, bil ki, mən yanındayam, hikmətəm. Sən özü tənha hissedəndə, bil ki, mən sənin ətrafındayam, öz padşahlığımla, mələklərimlə səni əhatəyə alıram. Sən tək deyilsən. 19-cu fəslin 11-ci bəndinə baxaq. O dedi, çıx dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək. Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsəcək. İstərdim, xahiş edim, Eyüp Peyğəmbərin kitabı 38-ci fəsil 1-ci bəndi yerləşdirin. Zəhmət olmasa. Tanrı külək vasitəsilə danışır. Burada Eyüp onu danışır. Burada o zaman Rəbb qasırğanın içindən Eyübə belə cavab verdi. Rəbb qasırğa içindən danışırmı? Bəli. Amma burada İlyasın hekayəsində deyilir ki, dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbbin küləkdə səsi yox idi. 11-ci bəndə oxuyuruq biz burada. 1-ci Padşahlar 19-11. Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə də deyildi. Çıxış kitabı 19-18. Çıxış 19-18. Sina dağında zəlzələ baş verdi dağda və Rəbb baş çəkdi. Çıxış 19-18. Orada bu sözləri oxuyuruq ki, bütün Sina dağı düstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi düslənirdi və bərk titrəyirdi. Orada zəlzələ var idi və Rəbb orada idi. Və sonra da deyir, od, o da 12-ci bənddə deyir, zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi və budur. Çıxış kitabı 3-cü fəsil, yanar kol. Hə, yadınızdadır? Çıxış kitabı 3-cü fəsil, 4-cü bənd. Ki, yanar kol. Deyilir ki, Rəbb Musanı baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi, Musa, Musa. O da dedi, mən buradayım. Bəlkə 3-cü bəndə baxaq. Çıxış 3-cü fəsil. 3-cü bənd. Musa öz-özünə dedi, gedin bu qəribə mənzərəyə baxım, görüm, nə üçün bu kol yanıb qurtarmır? Yəni, Rəbb alovda idi. Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi. Yəni, demək istəyirəm ki, bax, bu üç hal ki, külək
zəlzələ və od, bütün bunların vasitəsilə Tanrı danışdı. Amma burada birinci padşahlarda İlyasla o belə danışmadı. Necə İlyasla danışdı? Birinci padşahlar 19-cu fəsləyə baxın. 13-cü bəndə baxın. 19-13 deyir, İlyas bunu 12-ci bəndin sonuna baxaq. Deyir, zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səs gəldi, deyir. Bax, və İbrani dilində yaxşı tərcümə olunmayıb burada. Tanrı İlyasa görünəndə, nə vaxt ki, İlyas özünə qəsd etmək istəyirdi, Yezebeldən qaçırdı və Tanrı dedi ki, qalx və Rəbbin huzurunu görəcəksən. Tanrı keçmişdə görünən əlamətlərlə gəlməmişdi ki, od, zəlzələ və külək, amma sükutda gəldi Tanrı İlyasa. Tərcümədə çox vaxt buna deyilir xəfif bir meh səsi, amma orijinal dildə, İbran dilində bu tam dəqiq tərcümə deyil. Və burada sükutu eşitdi deyilir orada. Tənhalıq elə bir təcrübədir, harda ki, sən insanlardan kənardasan və Rəbbə meyilli olursan. Tənhalıq tələb edir ki, sənin bütün daxili və zahiri səslər sükuta gəlsin ki, sən Rəbbə eşidəsən. Tənhalıqda olmasan, ruhani həyatı yaşaya bilməzsən. Bunlar yəqin ki, çox çətinlik yaradan və ən az təcrübədə olan xristianların nizam-intizam qaydasıdır. Biz səsküylü dünyada yaşayırıq və yayınırıq. Bir çoxlarımız sükutdan qorxuruq. Araşdırma deyir ki, ortalama insan bəlkə ən çoxu 15 saniyə sükutda qala bilir. Bir çox kilsələrimiz bunu təsdiqləyir. Ki, yəni, biz sakit oturub qala bilərikmi? Məncə biz oturub qala bilərik. Çünki biz öyrənmişik eşitməyi, sakitlikdə eşitməyi. Biz sükutda Tanrını eşidə bilirik. Və bu da gözəl bir nizam-intizam qaydasıdır ki, gün ərzində mən sakit qala bilərəm və sakitlikdə sükuta qulaq asa bilərəm və Tanrı da o sükutun içindədir. İlyasın hekayəsində elə görünür ki, o eşitdi bu sükutu, o başa düşdü bunu, amma hələ də öz üzərindən öhdəsinə gələ bilmirdi. Çünki burada mətndə oxuyanda görürük və indi bitirəcəyik, amma bu yaxşı mütaliədir, qulaq asın. Bu 13-cü bənddə yazılıb, deyilir ki, İlyas bunu eşidəndə, yəni sükutu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Və bir səs ona dedi, İlyas, burada nə edirsən? Bu ikinci dəfədir artıq səs. Ona deyildi ki, sən burada nə edirsən? Əvvəl bunu eşidirik biz. İlyasa deyilir 9-cu bənddə. İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona, İlyas, burada nə edirsən? Və sonra o hekayəni danışdı və sonra da təkrarlayır. Tanrı yenə də İlyasa deyir, indi 13-cü bənddə, İlyas, burada nə edirsən? Və məncə, mən öz inciliyimi təkrarlayıram, öz ağrımı təkrarlayıram, öz şikayətimi təkrarlayıram. Mən öz hekayəmi təkrarlayıram. Mənim həyatım barədə hekayəm var, nəql etdiyim var və orada heç bir təravətli bir şey yoxdur. Amma ruhani inkişafım üçün bu bir açardır. Açar da odur ki, dəyişilim, ki, buraxım o təkrarlandığımı, böyük artıq. Sən nə edirsən burada, İlyas? Və o təkrarlayır. 14-cü bənddə İlyas yenə də eyni sözləri təkrarlayıb Rəbbə deyir. Mən ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları sənin əhdini unutdular. Qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım. Onlar canımı almaq üçün məni də axtarırlar. Başa düşürsünüz? Eyni şeyi təkrarlayır burada İlyas. Yəni, bu böyük bir nizam-intizam qaydasıdır, böyük çətinlik yaradan bir məqamdır bizim üçün, harada ki, biz böyüməliyik.
yetkinləşməliyik və həyatımızı sevinclə, həqiqətlə, sülhlə və lütflə, xidmətlə, Tanrının sözü ilə yaşamalıyıq. Tanrıdan eşitdiyimiz səslə və Tanrı İlyasa danışanda və bu problemə çözümü göstərir və çözüm nədir? Deyir ki, sən daha yaxşı olmaq niyyətində deyilsən. Mən istəyirəm, sən gedəsən və kimisə məhz edəsən, kimsə o yeri tutacaq. Mənim planım var, ey İlyas, mənim planım səndən daha böyükdür. Bir adam var, mənim planım var, ay İlyas. Tanrı bunu İlyasa deyir ki, mənim planım var. Planım sənin problemindən daha böyükdür, ay İlyas. Mən Tanrıyam. Bəzən biz problemi şişirdirik və ondan canımızı qurtara bilmirik. Amma Tanrının səsini sükutda eşidəndə bu gözəl bir mənzərədir ki, ehtiyac mənə indi lazım deyil, külək və ya zəlzələ və ya od, mənə sadəcə sükut lazımdır. İnanıram ki, mənim xristian həyatım çoxlu sükutla dolu ola bilər və o sükut boş sükut deyil, amma o sükut Allahın huzuru ilə doludur. Və əgər Tanrını eşidə biliriksə, onda Tanrının cavabı var problemə. Tanrı bizi özümüzdən daha üstün yerə aparacaq və biz müəyyən bir mənzərəni görəcəyik. Tanrının planı var. Pastor Mati ilə danışanda, bugünkü toplantıdan əvvəl söhbət edirdim və biraz üzü əzilib. O deyir, mən bilmirəm bu nəyə görə baş verdi, amma plan var. Plan var. Mən kiminləsə bugün öncə danışdım və ola bilərdi vəziyyət ruhdan salsın adamı, amma o dedi, yox. Adam dedi ki, mən görürəm, bilmirəm bu nə deməkdir dəqiqliklə, amma yaxşı bir şey var bu acınacaqlı vəziyyətin içində. Burada yaxşılıq var. Hər şey birlikdə yaxşılıq üçün fəaldır, Tanrının sözü deyir. Bizim gördüyümüz mənzərədən daha böyük bir mənzərə var. Amma bunun üçün intizam qaydası tələb olunur ki, mən sükutda olum, Tanrı ilə təkbətək vaxt keçirdim və mən istəyərdim ki, bu fikir bizdə həkk olunsun. Düşünün, biz kiçik sürüyük, bəli, amma bu ataya mənsub olan bir şeydir ki, bizə öz padşahlığını versin. Bəli, Tanrının bizim üçün hazırladığı bir şey varmı? Bəli, var. Və bunu tutun, alın və bundan zövq alın və bunda istirahət edin. Bundan zövq alın, bunun reallığından ləzzət alın. Və biz diriyik və Tanrının planı var faktından zövq alın. Tanrı ata bizim qayğımıza qalacaq faktından zövq alın. Bu nə deməkdir? Və mən bazar günü səhər toplantısında dedim ki, biz səhər qalxanda mən şükür edirəm Tanrıya, bir saat keçir, sonra mən hansısa bir işin içindəyəm və başım neynəsə qarışıqdır artıq və haradadır mənim Tanrıya şükür etməyim? Ola bilsin ki, o vəziyyətdə yoxdur və bəlkə gün keçir, axşam yatmağa getməmişdən qabaq bəlkə şükür Tanrı edib yatıram. Amma bunların arasında, şükür etmə hadisələrimin arasında mən yavaşlaya bilərəmmi və öyrənə bilərəmmi ki, sakit olum? Mən gözləyə bilərəmmi Tanrı özünü göstərsin? Mən təslim edə bilərəmmi özümü Tanrıya? Etibar edə bilərəmmi Tanrı o vəziyyətdə, gün ərzində? Və bunu çalışıram deyim. Və mən mexaniki səslənmək istəmirəm, amma demək istəyirəm ki, bəli, mən inanıram ki, elə bu yolla siz və mən həyatımızı yaşayırıq. Tanrı üçün acıq, Tanrını tanıyırıq, Tanrı ilə gəzirik, Tanrı sizinlə birlikdə çalışır, o sizin içinizdə yaşayır və bu mesaj, bu vəz bizim üçün bir məna kəsb edir. Tanrı sükutun içindədir. Onu eşidə bilirsənmi sükutun içində? Tanrı bütün vəziyyətlərimizin təfərrüatlarındadır və onun cavabı varmı vəziyyətimizə? Bəli, onun vəziyyəti var. Biz sevə bilərikmi Tanrını? Onun sadəcə kim olduğuna görə. Bəli, sevə bilərik. Biz əzablar vardır, nə deyək? Əzablar çox çətin bir şeydir, ağırdır. Biz emosional oluruq, ağrıyırıq, incidilirik. Amma Tanrını aşkar edə bilərikmi o əzabların içində? Haradakı Tanrı deyir ki, bu mənim üçün münasibdir ki, sənə sülhümü verim, məhəbbətimi verim, hədəfimi verim, ümidimi verim. Mənim üçün bu Tanrı atanı
məmnun edir ki, bu yer üzündəki həyatımız boyu bizə bütün bunları versin. Və budur bizim istəyimiz ki, bunu başa düşək, tanıyaq və qəbul edək. Lütfən mənimlə birlikdə dua edin. Nə gözəl. Ya Rəbb, bəzən biz başqa bir şey də bilmirik, amma öz bəlamızı, ağrılarımızı təkrarlayırıq və ilişib qalırıq. Səndən xahiş edirik, təravətli sözünü bizə ver o vəziyyətlərdə. Eləcə də məzmunlar üzərində düşünə bilək, sənin vədlərini yada salaq, müjdələrdən sənin sözünü oxuyaq, söz, kəlam, Hakimlər kitabından nəsə bir qida olsun bizim üçün, ruhani qida ki, həyatımız onun üzərində tikilsin. Neysə, ağışımıza alaq sənin sözündən və sənin huzurunu hiss edək. Ailələrimizi böyüdə bilək ki, ailələrimiz sənin bizim ailələrimizdə olduğunu görə bilsinlər, sezə bilsinlər, dərk edə bilsinlər və biz bunları uşaqlarımıza, nəvələrimizə öyrədə bilək ki, Tanrı ailələrimіздədir, Tanrı bizim tərəfimizdədir. Bəli, biz kiçik sürük və bəzən biz çox kövrək oluruq sözlərlə və o sözlər xardal toxum kimidir. O çox balacadır, amma sonra böyüyəndə böyük bir ağaca çevrilir. Ata Allahımızdan, göylərdən bizə nazil olan kiçik toxumdur. Hələ bu bizim missiya işimizdir bütün dünya boyunca ki, toxumlar insanların ürəyinə səpilir. Bütün xidmətçilərimiz dünya boyunca imanla yaşadıqca bu bizim üçün çox dəyərlidir ki, biz eşidirik o xoş xəbərləri və başa düşürük ki, bu sənsən və biz imanla gəzmək istəyirik. Bu imanı insanlarla bölüşmək istəyirik. Qoy sənin huzurun nigahımızda olsun. Sənin bizə verdiyin imanın ailələrimizdə, nigahımızda, kilsələrimizdə, ünsiyyətimizdə, dostluğumuzda, maşını idarə edərkən maşınımızda, telefonla danışarkən o danışımızın içində, dua toplantılarımızda olsun. Çünki biz sükutda qulaq asırıq və sənin səsini eşitmək istəyirik və sənin təlimini, sözündən gələn doktrini istəyirik. Ürəyimizə hərk edək. O saatlar ki, İsa Məsih danışır, öyrədir. Biz o sözləri ürəyimizə hərk etmək istəyirik. Öz həyat tərzi ilə, dediyi sözlərlə, təlimlərlə biz özümüzü qidalandırmaq istəyirik. Ya Rəbb, biz sənə inanırıq, sənə etibar edirik. Və əgər siz bu vəzi eşidirsinizsə və İsa Məsih hələ xilaskarınız kimi, Rəbbiniz kimi qəbul etməmisinizsə, imanla dua edin və deyin bu sözləri. Ya Rəbb, mən sənə inanıram. Mən sənə inanaraq səninlə yaşamaq, gəzmək istəyirəm İsa Məsih. Sənin müqəddəs adınla dua edirəm. Ürəyinizdə deyin, amin.